Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla dadı damağınızda qalacaq çəyrəkli tort hazırlayacağım. Əvvəlcə mikserin qabına 5 ədəd otaq temperaturunda olan yumurtanı, 1 stəkan şəkər əlavə edirəm. Mikserlə ağarınacan çalıram. Yumurtanın həcmi artıb ağardıqda mikseri söndürürəm. Unu kənarda qarışdıracağım. Süzgəcin içərisinə 1 stəkan un, yenidən 2 dolu yemək qaşığı da un əlavə etdim. 1 paket vanil, 1 paket qabartma tozunu da əlavə etdikdən sonra unu ələkdən keçirdirəm. Sonda çırpıcı ilə qarışdırıram. Yumurtanın böyük və kiçikliyindən asılı olaraq xəmir sıyıq olarsa yenidən un əlavə etmək olar. 1 yemək qaşığı unu da əlavə edib qarışdırıram. Hazır kütlə bu cür olmalıdır. Böyük soba listinin içərisinə bişirmə kağızı yerləşdirmişəm. Hazır xəmirə əlavə edib hər tərəfinə eyni qaydada yayıram. 180 dərəcəlik sobada üzəri qızaranacan bişirirəm. Tortun biskviti hazırdır. Qabın içərisindən çıxardıram ki, tam soyusun. Çeyrəkləri təmiz yuduqdan sonra halqavari şəkildə nazik-nazik doğrayıram. Tasın içərisinə bişirmə kağızı yerləşdirmişəm. Çiyələyi bişirmə kağızının üzərindən düzürəm. Çiyələyi bu cür düzdükdən sonra soyulmuş biskviti hissələrə bölürəm. Biskviti doğradıqdan sonra geniş bir ləyənin içərisinə yerləşdirdim. Üzərinə süd əlavə edirəm. Süd əlavə etdikdə tort daha yumşaq olur. Əvvəlcədən hazırladığım qaymaqlı krem əlavə edirəm. İstəsəniz şanti kremlə də hazırlaya bilərsiniz. Sonra yaxşıca qarışdırıram. Üzərinə biraz da xırda doğradığım çeyrəkdən əlavə edirəm. Hazırladığım qarışımı qabın içərisinə tökürəm. Üst hissəsini hamarlayıram. Sonradan üzərinə streç örtürəm. Soyucuda ən azı 2-3 saat saxlayıram. 2-3 saat keçdikdən sonra soyucudan çıxardıram. Streçi götürürəm. Üst hissəsinə bu cür boşqab yerləşdirib tərs çevirirəm. Ehtiyatla çevirmək lazımdır ki, dağılmasın. Sonradan streçi götürürəm. Artıq gördüyünüz kimi çiyələkli tort hazırdır. Görürsünüz, çox gözəl görünüşü var. Həqiqətən də yumuşaq, ləzzətli, əsl yay dadında mükəmməl bir tort alınıb. İndi kəsib içərisində sizə göstərəcəm. Həqiqətən də çox ləzzətli, asan, ucuz başa gələn bir tortdur. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə olmağı unutmayın.